Salam, xoş gördük hər birinizi. Bu gün qeyri-formal məntiq seriyasından 5-ci mühazirəmizə başlayırıq və keçən mühazirədə müzakirə etdiyimiz qorxuya və ya zorakılığa müraciət adlı qeyri-formal məntiqi xətanın analizini davam etdiririk. Keçən dəfə qeyd etdiyimiz kimi, bu məntiqi xəta uyğunluq məntiqi xətalar kateqoriyasına daxildir. Uyğunluq məntiqi xətalar kateqoriyasına daxil olan bütün arqumentlərdə arqumentin müqəddimələri ilə onun nəticəsi arasında heç bir məntiqi bağlılıq mövcud olmur. Burada sadəcə müqəddimələr ilə nəticə arasında emosional bağlılıq mövcud olur və həmin emosional bağlılıq sanki müqəddimələrdən doğru nəticənin çıxarılması görüntüsünü yaradır və bu arqumentin müəllifinə qarşı tərəfi psixoloji cəhətdən manipulyasiya etməyə və onu qeyri-məntiqi yol ilə məntiqi nəticəsinə inandırmağa imkan verir. Amma təbii ki, bu məntiq müstəvisində qeyri-formal məntiqi xətanın yaranmasını şərtləndirir. Biz buna daha əvvəlki müzakirəmizdə ətraflı analiz etmişdik. Bu günləri biz sadəcə həmin müzakirə predmetini dini fəlsəfi müstəviyə keçirmək istəyirik. Yəni qorxuya və ya zorakılığa müraciət adlı məntiqi xətadan dini fəlsəfi arqumentlərin qurulması zamanı da istifadə edilirmi? Yəni bu sualı biz indi araşdırmaq istəyirik. Yəni biz burada din deyilən zaman, yəni bunu konkret hər hansı bir din ilə assosiasiya etmirik. Yəni bu İslam, Xristianlıq və ya Yəhudilik ola bilər. Eyni zamanda din deyəcəyimiz də bu yalnız bir dinə məxsus olan müqəddəs kitab ilə bağlı deyildir. Yəni din anlayışı yalnız, məsələn, İslamda Quranda qeyd edilənlər, Xristianlıqda İncildə qeyd edilənlər, Yəhudilikdə, Tövratda qeyd edilənlər ilə məhdudlaşmır. Yəni dində müəyyən bir pluralizm mövcuddur və bu kontekstdə din, məsələn, elmdən fərqlidir və həmin pluralizm aspektindən biz məsələyə yanaşarıqsa, dində hər hansı bir məsələnin, hər hansı bir iddianın və ya mühakimənin fərqli interpretasiyaları ola bilər. Və bu da dində əslində bir vahid yanaşma deyil. Yəni müxtəlif məzhəblər, təriqətlər, cəryanların formalaşmasına gətirib çıxarır və biz əslində bu məsələnin müzakirəsi ilə bağlı, yəni məntiq və fəlsəfə müstəvisində müzakirəsi ilə bağlı ayrıca bir video çəkmişik. Yəni həmin videonun linkini axırda yerləşdirəcəm. Sadəcə burada qeyd etmək istədiyimiz ondan ibarətdir ki, yəni din deyəcəyimiz, yəni müqəddəs mətnlərdə Tanrı tərəfindən göndərilməsinə inanılan vəhlər, hökmlər, fikirlərdən başqa müəyyən bir siyasi, iqtisadi, ideoloji məqsədləri də özündə ehtiva edir. İndi ona görə, yəni bizim indi din adı altında qeyd etdiyimiz, yəni bu nümunədə də, yəni bu ola bilsin bəzi məzhəblər, təriqətlər və yaxud dini interpretasiyalar da mövcuddur. Yəni biz bunun bütövlükdə dinin bütün istiqamətlərdə olan interpretasiyasına xas olduğunu iddia etmirik. Amma sadəcə qeyd etmək istəyirik ki, yəni indi nəzərdən keçirəcəyimiz nümunədən əgər fikir mübadiləsində, arqumentasiya prosesində istifadə edilirsə, yəni bu məntiq müstəvisində zorakılığa və ya qorxuya müraciət adlı qeyri-formal məntiqi xətanın meydana çıxmasını şərtləndirir. Deməli, nümunəmiz belədir. Fəlsəfə mühazirəsində dindar tələbə aqnostik müəllimə belə deyir, yəni sizin irəli sürdüyünüz fikir yalandır, çünki o insanın qəlbinə şübhə toxumu səpir
və insanı Tanrıya olan inancından döndərməyə çalışır. Bu isə bizim müqəddəs kitabda yazılanlara görə şeytan əməlidir. Yəni həmişə yadda saxlamalıyıq ki, bu artıq məntiqi arqumentasiya prosesi deyildir. Yəni burada çıxarılan nəticə, yəni irəli sürülən fikrin yalan olması müqəddimələrdən irəli gələn bir nəticə deyil. Bu yanaşma, yəni ola bilsin ki, arqumentdə aydın şəkildə və ya gizli şəkildə öz əksini tapa bilər. Aydın şəkildə necədir? Yəni bu nümunədə baxdığımız kimi, yəni aqnostik müəllim tərəfindən irəli sürülən fikrin yalan olması, onun birbaşa olaraq insan qəlbində şübhə toxumu səpməsi, insanda skeptik yanaşmanı formalaşdırması, insanı dinə və ya Tanrıya olan inancından döndərməyə çalışması və bütün bunların isə şeytan əməli ilə assosiasiya olunması ilə əlaqələndirilir. Yəni bu kontekstdə, yəni insanı, yəni dindar insanı şeytanın əməlinə tabe olaraq, onun manipulyasiyasına tabe olaraq hər hansı bir skeptik yanaşma formalaşdırması səbəbindən Tanrı tərəfindən cəzalandırıla bilmə ehtimalını irəli sürür. Və təbii hər bir dindar insan, yəni Tanrının gücü, qüvvəti qarşısında müəyyən bir qorxu hissini özündə tərbiyə edə bilər, onun tərəfindən cəzalandırılacağına inana bilər və məhz cəzalandırılmamaq üçün avtomatik olaraq qarşı sürülən fikri artıq təkzib etmə mövqeyini seçə bilər. Və yaxud başqa şəkildə, məhz həmin cəzalandırılma qorxusu qarşısında qarşıdakı fikir, hətta məntiqi arqumentlərə əsaslansa belə, onu heç bir zaman qəbul etmiş olmayacaq. Amma təbii ki, məntiq müstəvisində bu yol verilməzdir. Yəni, Tanrı tərəfindən cəzalandırılma qorxusu altında nə bir fikri qəbul etmək, nə bir fikri təkzib etmək, yəni bu məntiqi cəhətdən yol verilməzdir. Və yaxud bu qəbildən olan arqumentlərdə bu gizli şəkildə də, yəni cəzalandırılma qorxusu gizli şəkildə də öz əksini tapa bilər. Yəni insanın dini şüurunun formalaşması zamanı həmin şüurun elementlərinin tərkibi hissəsinə məhz qeyd edilən səbəbdən Tanrı tərəfindən cəzalandırılma qorxusu da daxil edilə bilər və insan zehni də bir növ kompüterin proqram təminatı kimi bir şeydir, yəni software kimi bir şeydir. Əgər proqram təminatında hər hansı bir element, hər hansı bir alqoritm dərin kök salarsa, yəni hətta fərqli bir kontekstlərdə fikir mübadiləsi aparılsa belə, insan avtomatik olaraq həmin elementlərdən, həmin alqoritmdən çıxış edərək, yəni irəli sürülən fikri əksində məntiqi əsaslarla deyil, yəni alt şüura hopdurulmuş olan həmin qorxu hissi əsasında təkzib edə bilər və yaxud qəbul edə bilər. Amma təbii ki, bu məntiqi cəhətdən yol verilməz bir şeydir. Əgər biz məntiq müstəvisində bu qəbildən olan fikirlərə rast gəliriksə, dərhal yadda saxlayacağıq ki, bu artıq psixoloji manipulyasiya və emosional vəziyyətə olan müraciətdən başqa bir şey deyildir. Bu günə müzakirə etmək istədiklərim bu qədər. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Gələn mühazirəmiz yenə də qorxuya və ya zorakılığa müraciət xətasına həsr ediləcək və biz gələn dəfə ola bilsin ki, bu məntiqi xətanı iqtisadi sferada, iqtisadi müstəvidə analiz edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.